Hər vaxtınız xeyir olsun əziz Qafqaz Türk Media izləyiciləri. Bir kadr, bir hekayə layihəsi çərçivəsində bu dəfə də Ləman xanımla birlikdəyik. Gəlin onu yaxından tanıyaq. Sizi xoş gördük Ləman xanım. Təşəkkür edirik ki, layihəmizdə iştirak etmək istədiniz və olarsa özünüzü təqdim edin. Hər kəsi salamlayıram. Mən də Qafqaz Türk Mediasına təşəkkürümü bildirirəm ki, bu gün buraya məni dəvət etdiyiniz üçün. Mən Ləman Elçiyeva, Manis rayonu Yığıncay kəndində 2004-cü ilin 27 mart tarixində anadan olmuşam. İlk təhsilimi Yığıncay kəndində ictimai məktəbində almışam və hal-hazırda 2021-ci ildə İvan Cavuşvili adına Tbilisi Dövlət Universitetində qəbul olmuşam və hal-hazırda 3-cü kurs tələbəsiyim. Bununla bərabər 2022-ci ildə çox professiyalı İMEDI kollecinə daxil oldum, bağça müəlliməsi professiyasına və 2025-ci ildə oradan məzun olmuşam. Bununla bərabər 2 ildən artıqdır ki, bir mağazada kassir olaraq işləyirəm. Lap yaxşı. Bəs ixtisasınızı və universitetinizi seçməkdə ən böyük rolu nə oynadı? Nə idi təsir edən amil? Mənim üçün ixtisas seçimi çətin olmadı, çünki uşaqlıq arzum idi, müəlliməlik və müəllimliyə duyulan sayğı gördükdən sonra mənim üçün seçim çox çətin olmadı və bununla qalmayaraq müəllimlik mənim ata professiyamdır və seçim üçün özümlə qürur duyuram, belə deyim ki. Və universitet seçimində isə İvan Cavuşvili haqqında müsbət təəssüratlar çox var idi və əmin idim ki, Cavuşvili mənim üçün də düzgün yer olacaq. Prestijli və Qafqazın ilk universiteti olduğu üçün əlbəttə ki, Cavuşvili universitetini seçdim. Aydındır. Yenə uğurlar arzulayırıq sizə bu seçiminizdə və bilmək istəyirəm ki, siz bildiyimiz qədərilə kənddən gəldiniz şəhər mühitinə. Bu sizin üçün necə bir proses oldu? Yəni nə kimi çətinlikləri oldu? Elə kənd yerindən gəlib buraya uyğunlaşmaq və s. dil baxımından olsun, digər baxımlardan olsun. Bunlar haqqında da biraz danışsaz şad olaram. Bəli, hər tələbə kimi kənddən şəhərə keçmək çətin bir prosesdir, uyğunlaşmaq və əsasən dil problemi böyük bir problem oldu mənim üçün də. Dil bariyerim aşağı idi və yenicə də bildirdiyim kimi işə başladıqdan sonra çox böyük fərqlər yarandı məndə dil bariyerimdə. Və sadəcə dil bariyeri deyil də, sosial bacarıqlarımı da gəlişməyində çox mühüm rol oynadı. Yəni, gözlərlə kontaktda olmaq, onlarla əlaqəyə keçmək və danışmaq mənim üçün gəlişimə daha çox rol oynadı. Və çətinliklərdən bəziləri də xalq arasına çıxmaq, yəni çəkinirdim ki, yəni kəndli ilə şəhər arasında nə qədər fərq var, çox görməmişdim, belə deyim, o qədər təəssüratlarım yox idi və qısa müddət də olsa çətinlikləri yendim və şəhərli ilə kənd arasında böyük bir fərq olmadığını başa düşdüm. Yəni əsas odur ki, yəni özün görə biləsən o fərqin olmadığını. Doğrudur, elədir. Belə indi mənim üçün maraqlı olan növbəti sual bu olardı ki, qazandığınız ən böyük uğur olaraq nə hesab eləyərsiniz və gələcəyə dair planlarınızda nələr yer alır? Bunu da bilmək istərdim. Qazandığım ən böyük uğur İMEDI kollecinə məzun olmaq və diplomumu almaq idi və mənim üçün yəni qürur duyduğum bir an idi. Və gələcəyə dair planlarımda əsasən ki, 21-ci əsrin müəllimi olmaq istəyirəm. Yəni daha çox texnolojidən istifadə etmək, köhnəlmiş metodlardan istifadə etməməyi düşünürəm və əsas da ki, təhsil sisteminin ortasına, yəni mənbəyinə şagirdi qoymağı düşünürəm. Anladım, lap yaxşı. Bəs gənclərə nə kimi tövsiyələriniz olardı? Çünki bildiyimiz kimi son zamanlarda motivasiya düşüklüyü yaşayırlar, belə deyək, ətrafdan duyduqları neqativ fikirlər onların gələcəyinə və düşüncələrinə çox təsir göstərir. Bu məqamda siz nə demək istərsiniz? Mənim üçün gənclər üçün deyə biləcəyim söz odur ki, yəni hər kəs mükəmməl deyil, amma unutmayaq ki, hər kəsin bir mükəmməl bir bacarığı var. Yəni ən kiçik uğursuzluqda və ya ən kiçik bir başarıda motivasiyanı itirməmək və o kiçik uğursuzluğu motivasiyaya çevirmək lazımdır. Və yəni əsas odur ki, özünüz üçün qeqmalar hazırlamaq, yəni ayarlamaq lazımdır ki, uğurda davam edə biləsiniz və öz arzularına sadiq qalmaq. Lap yaxşı. Şad oldum mənim üçün həqiqətən sizin fikirlərinizi dinləmək. Ümid edirəm ki və inanıram ki, gələcəyin ən yaxşı müəllimələrindən olacaqsınız və gənc nəsillərə də dəstək olaraq, yəni yeni insanlar yetişdirəcəksiniz. Dövlətimiz, ölkəmiz üçün, vətənimiz üçün. Bəli, əziz izləyicilərimiz, biz bu gün də Ləman xanımla birlikdə idik və onu yaxından tanıdıq. Siz bizi izləməyi, paylaşmağı və bəyənməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti görüşlərə dək.